Bəzi kişilərin, elə mən də sorğu keçirmişəm, digərləri də sorğu keçirib. Onlar üçün artıq qadınların siması yadda qalmır. Səmimi etiraf ediblər ki, illər öncə qaşlarını bəyənərdik, gözlərini bəyənərdik, dodaqlarını bəyənərdik. Deyərdik, nə gözəl boynu var, zürafə boynu kimi, nə gözəl gözləri var. Bənzədirdik də, deyir, saçlarını, hələ deyir, ürəyimizdə ya belə qulac hörükləri var, nə bilim, nə gözəl əndamı var belə, qarşıdan görəndə deyərdik, hələ qaşlarını demirəm, burunu deyərdik, fındıq burundur, biz sevən fındıqdır, burundur. Deyir, vəsf edərdik də ürəyimizdə, ya belə o qadının gözəlliyin. İndi deyir, gördüyümüz qadınların üzü, siması yadımızda qalmır. Səmimi etiraf edirlər, yadımızda qalmır. Biz, deyir, kişilər, təbii ki, hamısını şamil etmirəm, bəziləri bizim üçün əsas arxadır. Deyir, baxan kimi artıq yadımızda qalır ki, bu kimin arxasıdır? Bu hansı müğənninin arxasıdır? Artıq kişilər ən çox da müğənniləri arxalarına görə tanıyır. Ay ölün də, ay yerə girin də. Təbii ki, kişilərə demirəm. O arxaları böyük olanlar var. Onlara deyirəm ki, niyə yaşayırsınız bu dünyada? Nə üçün yaşayırsınız? Bax, niyə o qaş, göz, ondan görə bir qara kalkotkadan, bir corabdan geyinin üzünüzə. Heç siz yadda qalmayın da üzünə. Elə arxanızı, nə bilim, belə istəyirsiniz açın, istəyirsiniz üstünə bir nə qoyun, nə eləyin, nə edir. Bir özünüzün fantaziyalarınız olsun. Edin. Onsuz da kişilər sizin üzünüzə baxmır. Son vaxtlar müğənnilərin üzü heç kimin yadında qalmır. Ancaq arxalar yadda qalır. Yenə də deyirəm, nə ölməli adamlarsınız, nə ölməli qadınlarsınız. Allah sizi üzünüzü qara etsin.